İstəyirsinizsə həyatınızda bəlalar az olsun, cəmaatla işiniz olmasın. Heç kəsə zülm eləməyin, xahiş edirəm. Nə sözünüzlə, nə dilinizlə, nə əməlinizlə, cəmaatla işiniz olmasın. Birini birdən zarafat eləyərsən, ehtiyatsız, ürəyi sınar, həyata o bəlalar gəlir. Ehtiyatlı olun adamlarla. Biri bir zarafatı başa düşür, biri başa düşmür, birinin xasiyyəti belədir, birinin elədir. Ürəyini sındırmayın, haqqını yeməyin, borclu qalmayın. Mümkün qədər borc aldınız, vaxtında qaytarın, qaytara bilmirsiniz, üzr istəyin də telefonu söndürüb yoxa çıxmayın. Olmaz belə, utandım, utanmaq bu, yəni ehtiyac yoxdur. Deyəsən ki, mən imkanım yoxdur. O hamısından yaxşıdır. Allahın xoşu gələr və inayət eləyər sənə. Əlbəttə, borc verən də gərək başa düşündü. Adam var, sıxıntıdadır, çətinlikdədir, ola bilər. Bir-birinə güzəşt eləyə, ürək sındırmaya, 5 günlük dünyadır, 5 manat pula görə insanlar öz neçə illik münasibətini ayaq altına qoymamalıdır. Çörək, duz, çörək kəsdisə bir insan birindən hörmət eləməlidir axıra qədər. Qorumalıdır o münasibət. Duz, çörəyin dəyəri olmalıdır adamlar arasında. 5 manat pul söhbəti gələndən sonra hər şey pozulursa, bu çox böyük zəiflikdir insanlar. Çalışın, ürək sındırmayın, çalışın, haqq götürməyin boynunuza. Cəmaatla ehtiyatlı olun. Hörmət eləyin, məhəbbət göstərin. Neçə il yaşayacaq dünyadakı hələ bir-birimizin ürəyini sındıraq? Nəyə görə, dəyərmi? Nəyəsə görə bir-birinin qəlbini sındırasan, ürəyini sındırasan?